və dövlətçilik üçün çox ciddi bir məsələ qaldırmağa baxmayaraq, cəmiyyətdə bir qəribə bir ədəbiyyat mövzusu, nə bilim, yerliçilik mövzusu ayağa qalxır. Mən son vaxtlar bir neçə ciddi məsələ var ki, bu məsələlərlə bağlı bu məsələyə toxunmuşam. Səməd Vurğun məsələsi. Onun biri, bilirsiniz, 31 mart qırğını ilə bağlıdır. 31 mart qırğını ilə biz artıq Azərbaycan dövləti qərar qəbul edir, biz bunu genosid kimi tanıyırıq və dünyadan da bunun genosid kimi tanınmasını tələb edir. Təbii ki, bu zaman ilk növbədə bizim özümüz bir millət kimi bu hadisələri genosid kimi dərk eləməliyik, tanımalıyıq. Amma Sovet dönəmində bilirsiniz, 31 mart qırğınları Azərbaycan xalqının gizlədirildi. Əksinə, bu hadisələr Azərbaycan xalqının tarixinə bir azadlıq mübarizəsi kimi, bir inqilab kimi təqdim olunur. Bu inqilabın başında 26'lar dayanır, bu inqilabın başında Şamiyan dayanır, hansı ki Azərbaycan qanunu, Azərbaycan xalqının qanuna bulaşır. Və əksinə bu qırğının qarşısını almaq istəyən Məmməd Əmin Rəsulzadə xalq düşməni elan olunub. Bu qırğından bizi qurtarmaq üçün Bakıya gələn türk qoşunları işğalcı qoşun kimi tanınıb. Mən bu kontekstdə, yəni bu genosid soyqırımının tanıdılması baxımından Azərbaycanda 26'ların abidələrin götürülməsini düzgün hesab edirəm və bilirsiniz ki, bir-iki bundan qabaq mən ardıcıl şəkildə Çapariz elində Əzbəyovun heykəlinin götürülməsini tələb edirdim. Onda Əzbəyovun ailə üzvləri böyük bir kampaniya aparırdılar mənə qarşı qəzetdə. İyini ilə indi Səməd Vurğunun sevənlərin apardığı kampaniya kimi güya mənim şəxsim. Mən dedim ki, ola bilməz. Əgər bu da 26'lardırsa, bu da o cinayətlərdə iştirak. Bunun heykəli nə olsun? Qohumları var, dostları var, nəvəsi, nəticəsi var. Heykəli götürmədi. Heykəli götürüldü. Və mən bu kontekstdə Səməd Vurğun yaradıcılığında 2 dənə əsərin Azərbaycan milli maraqlarımıza zidd təbliğatı əhəmiyyətə malik olduğuna ki, bu 2 əsərin çıxarmasını təklif eləmişəm. Bunun biri 26'lar poemasıdır ki, orada o Bakının dərdi və Bakı xəstəliyi belə başlayır və orada Şamiyan təbliğ olunur, hadisələr qırğın kimi, inqilab kimi təqdim olunur. 26 nəfər adamın öldürülməsinə böyük bir poema yazır Səməd Vurğun. Orada o Bakıda 20.000 həmin o 26 min adamı öldürən o 26 mini öldürdüğü adamın bir kəlmədə yazmır. Təbii ki, o cümlədən farslar İranda sünni surətdə Qacarı bir fars hökmdarını tanıdırlar. Bizdə də, Azərbaycanda da bəs Səməd Vurğun Rusların təhriki ilə yenə də həmin dövrün dediyimiz o tələbinə uyğun bu Qacarı fars hökmdarı kimi qanıçan bir insan kimi təbliğ edir və ən dəhşətlisi nədir? Bugün Azərbaycanda bizə elə gəlir ki, Dağlıq Qarabağda separatizm ermənilərlə bağlıdır. Halbuki Dağlıq Qarabağda separatizm Pənahalı xanla bağlıdır. Birdən orada erməni yaşamayıb həmin vaxtda və Qacarın da Şuşaya gəlməsi həmin separatizmin qarşısını almaqla bağlıdır. Sərdar bəy, vaxt keçir və bizim tariximizdə 3 böyük sivilizasiya olub, 3 böyük imperiya olub. Şah İsmail Xətai, Nadir Şah və Qacar Şah. Qacar Şahın Qacarilər, hansı ki təxminən 100 ilə yaxın Azərbaycan türkünün dövlətini yaradıblar. Biz bu baxımdan xalqımıza dövlətçiliyimizin tarixini irəli çəkib, Qacarın, Nadirin və Şah İsmail Xətainin idarə etməsindən, dövlətçilik təcrübəsindən bəhrələnməliyik. Bugünkü Azərbaycan dövlətçiliyini kökünü aparıb həmin dövrə çıxartmalıyıq. Məsələn, necə ki Türkiyə, qardaş Türk 2 dənə sitat deyəcək. Biri xalq düşməni Sencavidə yazdığı poemadan bir külliyət, bir də Əhməd Zavadın əleyhinə yazdığı şeydən biz misra deyəcək. Azərbaycan şairi olsa da murdar adın, sultanların, şahların sinisini yaladın. Səni əbədiyyətə ümid bağlayan köpək, sən ölməmişdən qabaq əsərlərin öləcək. Müəllifi Əhməd Cavad haqqında yazdığı şeirdən bir misradır. Mən nə sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadım. Bilirsiniz, 53-cü ildə bu adamların hamısı bəraət aldı. Məlum oldu, bunlar xalq düşməni deyil, bunlar Stalinin repressiyasına məruz qalıblar. Bunlar öz xalqına, öz millətinə, öz dininə sadiq olduqlarına görə Rusiya tərəfindən, bu Sovet KGB-si tərəfindən bunlar hamısı Sibirə sürgünə güllələnib, bir çoxları üçün ümumiyyətlə hansı şəkildə öldürülməsi məlum deyil. Bu Səməd Vurğunun gözü necə gözəl şeydir. Amma siz əgər bunun arxasında böyük bir ailənin, nəslin taleyinin kəsilməsini, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafının qabağını almasını görmürsə, bu sizin öz işinizdir. Səməd Vurğun haqqında bizi var ki, onlar müstəqilliyimizə cavab vermirlər. Məsələn, nəyə görə bu Qazaxlılar, mən bir şeyə məhəttəl qalmışam, tərcümə. Bu İsmail Şıxlığın dəli kürünü Nobel mükafatına təqdim eləməyə cəhd eləmir. Halbuki mən dəfələrlə bu məsələni demişəm ki, Sakit Dondan da 100 dəfə bu qiymətli bir əsər tək bir bəy Qazaxda bilirsiniz.
hansı mübarizəni aparıb və necə dəyərlərimizə hörmət edir. İndi deyirsiniz ki, bu Vaqif əsəri. Bu Vaqifdə Səməd Vurğun Vaqifin həyat yoldaşını sən də mənə baxırsan, əxlaqsız bir qadın kimi təsəvvür edir. Hansı ki, bir dənə qoca qarı gəlib bunu aparıb xanın yanına. Bu da təsvir edir, bu da gedir özünü öldürür. Dünyanın hansı xalqının böyük şəxsiyyətinin arvadı, həyat yoldaşı bu cür əxlaqsız bir qadın olur. Bu bir. İkincisi, biz Qarabağda separatizmdən danışırıq. Siz deməklə deyil ki, güya Qacar işğalçıdır. Pənahalı xanın separatist olduğunu Rus mənbələrdə təsdiq edir. Azərbaycan mənbələri də fars mənbələri təsdiq edir ki, bu adam Ruslarla birləşmişdir. Bu da bir şahlıq yazılır. O ki qaldı işğalçılığa. Baxın, Qacarın əsas Qarabağa gəlməsində də məqsəd o vaxtı Gəncəni Ruslar yandırıb dağıtmışlar. O Gəncəni yandırmağı intiqamını almadı. Deyək ki, keçdi Gürcüstan. Niyə keçdi? Çünki Gürcü knyazları ardıcıl olaraq Qazax mahalını yandırıb talan edirdilər. Qacar Gürcüləri getdi, od vurdu yandı. İndi Gürcülərdə deyək ki, Qacar pasdır, qaniçəndir. Qazaxlılar da deyək ki, ələtdən incəli kimi Qazaxlı. Mən bilirəm ki, Qazax ziyalılarımız başa düşür ki, Qacar Azərbaycan hökmdarıdır və Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərdən biridir. Amma təsəvvür edin ki, bu Qazaxa görə gedib Gürcüləri oda tutub, həm Gürcülər buna qaniçəndir, həm də Qazaxlılar buna qaniçəndir. Bax, ədalətsizlik tarixə dərəcəsi budur. Bu bir. İkincisi də bu, sənin mənim fikrimizlə deyək ki, Azərbaycan hökumətinin dövlətçilik siyasəti var. Yeni Azərbaycan tarixində Qacar da, Nadir də Azərbaycan tarixinin ən böyük hökmdarları kimi tanınır. Onların dövründə Azərbaycan xalqının inkişafı, mədəniyyəti, dili necə inkişaf edir, bu barədə külliyyat əsər var. Bu yaxınlarda Dilarə xanım və bilirsiniz, sizin saytda yazmışdı. Gediblə təsəvvür edən farslar bunun bütün dövründəki əsərlərlə edirlər. Bizimkilər gedib Vatikandan Qacarın dövründə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələr gətirdi. Onun əsasında sübut edilir ki, Qacar nə qədər böyük insan oldu. Sərdar bəy, fikirləriniz aydındır. Söhbətə indi Parlamentin Mədəniyyət Komitəsinin rəhbəri Nizami Bağlı Vaqif pyesində təhriflər var. Buna necə baxırsınız? Deyirsiniz ki, tarixi yaxşı bilib, amma eyni zamanda Ruslan Xançılığı ilə yazıblar. Bu təbii əsərdir. Buna Stalin mükafatı verilir. Bu əsərin mükafatına baxın, Stalin mükafatı verilir. Niyə? O bütün çox böyük əsərlərə, milli əsərlərə də Stalin. Bir dənəsi nümunə gətirilir. Başqa millətlərdən Stalin mükafatı verilən bir dənə milli əsərdə misal çəkin, mən də deyib sizə inanıram. Bu sadəcə Rusun tapşırığına əməl elədiyinə görə və bu Qarabağın bizdən qoparılmasına haqq qazandığı bir əsər olduğu mükafatı vermişdir. Yox. Və necə yox? Biz güya ədəbiyyatdan başımızla Sovet dövlətinin siyasətinə, başımızın şəxsiyyətinə və yaradıcılığına yönəltdilər bu məsələni. Mən burada bayaq izah elədim. Dövlətçilik baxımından deyirəm ki, biz artıq mat soyqırımını qəbul eləmişik, soyqırım kimi dünyaya tanıtmaq istəyirik. Ona görə öz ədəbiyyatımızda 26'ların, baxın 26'lar bağından o abidələri götürdülər, heykəlləri yığışdırdılar. Onların adı ləğv. İndi biz Səməd Vurğun xətrini biz ədəbiyyata 26'da poeması saxlayaq. Bu ikili standart nə deməkdir? Biz Əkəm o günü sizə mən qulaq astım, üzr istəyirəm. Əkəm Əllisti ilə bağlı televizorda sizin çıxışınıza mən baxdım. Yaxşı, Əkəm Əllisti yazıb ki, bizim kətdə erməni öldürən Azərbaycanlılar pisdir. Səməd Vurğun 26'lar poemasında isə yazılır ki, Azərbaycanlıları öldürən 26'lar yaxşıdır. Mən deyirəm ki, qardaş, bu əsər yığışdırılmalıdır da. Mən Səməd Vurğunun şəxsiyyətinə nəsə deyirəm. Eşidək, qarşı tərəfə də eşidək. Şəxsiyyətinə və yaradıcılığına yönəltdilər bu məsələni. Mən burada bayaq izah elədim. Dövlətçilik baxımından deyirəm ki, biz artıq mat soyqırımını qəbul eləmişik, soyqırım kimi dünyaya tanıtmaq istəyirik. Ona görə öz ədəbiyyatımızda 26'ların, baxın 26'lar bağından o abidələri götürdülər, heykəlləri yığışdırdılar. Onların adı ləğv. İndi biz Səməd Vurğun xətrini biz ədəbiyyata 26'da poeması saxlayaq. Bu ikili standart nə deməkdir? Biz Əkəm o günü sizə mən qulaq astım, üzr istəyirəm. Əkəm Əllisti ilə bağlı televizorda sizin çıxışınıza mən baxdım. Yaxşı, Əkəm Əllisti yazıb ki, bizim kətdə erməni öldürən Azərbaycanlılar pisdir. Səməd Vurğun 26'lar poemasında isə yazılır ki, Azərbaycanlıları öldürən 26'lar yaxşıdır. Mən deyirəm ki, qardaş, bu əsər yığışdırılmalıdır da. Mən Səməd Vurğunun şəxsiyyətinə nəsə deyirəm. Eşidək, qarşı tərəfə də eşidək. Odur ilham, seyrin, sənətin, dağ üstə dağ qoyan zehnin, zəhmətin, bir bayraq altında min millətin, qardaşlıq dünyası partiya. Bəs onda o Sibirdə çürüyən, represiyalara məruz 75 bin Azərbaycanlı gülləyən Komünist Partiyası belə şey yazarlar. Bu siz. Hə.